Vaxtınız xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Allah hər kəsin malına, mülkünə bərəkət versin. İstədiyi mülkə sahib olsun inşallah. Məştaqa, Makaryusun tam yaxınlığında, yolun kənarında 2 sot yarım torpaq sahəsinin üzərində paket qurmuş evin torpağının çıxarışı var. Həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlı olur. Və qeyd etdiyimiz tam yolun kənarındadır. Şəxsi tikilidir. Bir zal 3 yataq, bir mətbəx, bir sanzerdən ibarətdir və əşyaların demək olar ki, əksər hissəsi qalacaq. Qiymət inşallah 127 bin manat reallıq olası ev sahibi tərəfindən də indirim olunacaq. Evin qabağında şıqlandırmasına qədər var və açıq eyvan, terasına qədər də tutulur. Sadəcə iki hissədə balyaska olsa lap gözəl olacaq. Evin sol hissəsi sizlərə 2 dənə kladovkadır. Bir arxadadır, bir burada öndə kombinin yeridir. Və giriş hissəsində sizlərə təqdim edək. Qardaşım zəhmət olmasa qabağı buradan giriş hissəsini təqdim edərik. Gəl bura, ev ən azından 4 daş gözü. Gəl də qardaşım, bax buradan giriş hissəsini təqdim edək, izləyicilərimiz izləsin. İki dənə jaliz qapısı, həm balaca, həm böyük. Burada gəl qardaşım, bax buradan da, gəl burada zəhmət olmasa. Gəl buradan da təqdim edək. Bunu mən qeyd etmişdim. Gəl bura. Buradan da terasıdır. İkinci hissəsi qeyd etmişdik, balyaska da qoya bilər. Və bu hissəsini də göstərək, zəhmət olmasa. Möhtəşəmdir. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Göstər buranı da qardaşım, zəhmət olmasa. Və keçək evin içərisini təqdimatına. Qardaşım, evin içərisini təqdim edək. Koridorda qeyd etdiyimiz kimi ayrı-ayrılıqda otaqlardır. Bütün otaqlarda da radiator, hətta belə deyək, koridorun özündə də belə radiator qoyulur. Və gəl qardaşım, burada zəhmət olmasa, zal hissəsini təqdim edək və qeyd etdiyimiz kimi şəxsi tikilidir. Əşyalar qeyd etdiyimiz kimi əksər hissəsi qalacaq. Gəl sonra digər yataq otaqlarını təqdim edək inşallah. Burada bir yataq otağımız var. Otaqlar da yəni böyük otaqlardır, kiçik otaqlar deyil. Və ikinci yataq otağını təqdim edək. İkinci yataq otağını təqdim et. Və üçüncü yataq otağını təqdim edir, sonra keçək mətbəxin təqdimatı.